görəsən necə əyləncə var, yoxsa yox? Yollarda vəziyyət heç də həmişə əyləncəli olmur. İndi biz Yusif Səfərov küçəsindən həmkarımız Samir Abbasov bizə bağlanacaq və artıq Samiri biz görürük. Sabahınız xeyir olsun Samir. Necəsiz və yollarda vəziyyət necədir? Salam Firuz, salam Aynur, sabahın xeyir Azərbaycan. Vətənimin hər bir güşəsində yaşayan insanları salamlayıram. Hər birinizə uğurlu, xoş və rahat bir gün arzu edirəm. Yollarda vəziyyət gərgin olaraq qalır. Yollarda vəziyyət tıxacdır. Hazırda Yusif Səfərov küçəsindəyəm və səhər saatlarından etibarən başlayan hərəkətlilik artıq pik həddə çatıb. Amma onu demək istəyərdim ki, möhtəşəm bir yaz havası var və bu hava sürücülərin biraz da olsa sürücülərə müsbət təsir göstərir. Hazırda paytaxtda yüngül meh və açıq səma müşahidə olunur. Günəş arada özünü göstərir, sonra gizlənir. Onun xaricində çox rəngli bir hava var. Paytaxtımızda bu hava çox gözəl yaraşır. Buna baxmayaraq şəhərdə hərəkətlilik davam edir. Gördüyünüz kimi mən hazırda indi sizə ən sıx olan əraziləri sadalamaq istəyirəm. Demək, Nəqliyyat İntellektual İdarəetmə Mərkəzinin məlumatına əsasən Bakı-Sumqayıt şosesi 20 yanvar metro stansiyası istiqamətində, Ali Musafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində, Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində, Binəqədi şosesi, Azadlıq prospekti metro stansiyası istiqamətində, Tbilisi prospekti 20 yanvar metro stansiyası istiqamətində və orada mərkəzə gedən istiqamətdə və hazırda gördüyünüz Yusif Səfərov küçəsində. Belə, bu tıxaclar artıq bizim demək olar şəhər həyatının bir hissəsinə çevrilib. Amma ümid edək ki, irəli dəqiqələrdə, irəli saatlarda bu tıxaclar tezliklə nisbətən sabitləşəcək. Mən şəhərdə, Firuz, onu sən demək istəyirəm ki, şəhərdə insanları müşahidə elədim və insanlarda sadəcə sanki üz ifadələrində bir fərqlilik gördüm. Və mən belə bir qənaətə gəldim ki, Aynur, günəş enerjisi nəinki havanı isidir, hətta insanları da isidir və bu çox gözəl bir mənzərədir, çox sevindirici bir haldır. Artıq şəhər küçələrində açıq pəncərələr görmək olar, şəhər küçələrində canlı görüntülər, təbiətin canlanmasını görmək olar. Çox sevindirici bir haldır və bu ondan mesaj verir ki, artıq yaz mövsümü başlayır. Bizə yeni qoşulan tamaşaçılarımızı salamlayıram, sabahınız xeyir olsun, gününüz uğurlu başlasın və sizin ekranlarda saxlayacaq kifayət qədər faydalı, maraqlı süjetlərimiz olacaq. Odur ki, ictimai televiziyada yayımlanan Sabahın xeyir Azərbaycanla qalın. Mən biraz da danışsam, mən bilmirəm, Firuz, səndə yoxsa necə olur, mən danışdıqca zamanın necə getdiyini mən hiss eləmirəm, amma bu zamanı hiss eləyəcək bizim dəyərli redaktorumuz var, Orxan Cuvarlı. Ona görə mən hazırda biraz da danışsam, məni buradan televiziyaya gəlməyinə buraxmayacaqlar. Odur ki, mən yavaş-yavaş yekunlaşdırım. Sizinlə Samir Abbasov idi, hörmətli tamaşaçılar. Növbəti canlı yayınlarda görüşənədək sağ olun, sağlıqla qalın. Buyurun bizim televiziyanın ən gözəl aparıcıların biri olan Aynur və öz xarizması ilə ön planda qalmağa bacaran Firuz, söz sizdədir. Məndən bu qədər, hələlik dostlar. Təşəkkürlər Samir Abbasov. Çox sağ ol, xoş sözlərinə görə. Ne gözəl bizi vəsf elədi. Bəli, bəli, səhər-səhər belə xoş sözlər eşitmək çox xoş oldu. Heç ki, o tıxac adamın ürəyini sıxmadı. Samir elə danışdı ki, belə ürəyin açıldı ki, nə gözəl tıxacdı bu. Bir xahişim, o günəşi Yasamal ərazisinə, Yasamal tərəfə göndərin, xahiş edirik. Biz günəşli ölkədə yaşayırıq. Ona görə o günəşin təsiri bizdə özünü çox yüksək səviyyədə göstərir. Emosional insanlarıq, güclü insanlarıq. Günəşli ölkədə yaşamağın özünün öz gözəlliyi var.